Allah, bismillah. Bəziləri deyər ki, pitiyə kartoşka vurmurlar. Amma indi hər yerdə bir cür hazırlayırlar. Kimin də ağız dadına necə xoşdursa, formada da pişirir. Yəni şərt deyil pit olmağı. Yəni istəsəz bunda xaçlama da hazırlaya bilərsiniz. Yəni rahat hazırlanan bir şeydir. Əti, tərəvəzləri, tərəvəz deyəndə yəni şabalıddır, turşusudur. Əlavə elədiniz. Quyruğunu qoydunuz, bir balaca da su əlavə edirsiniz. Qalır öz yağında pişir. Çox gözəl də alınır. Bu pitini ən gözəl şəkillər hazırlayır. Onlar qədər də olmasa da biz də indi hazırlaya bilirik. Bu formada hazırlanır. Bu formada gördüyünüz kimi hazırlanır. Çox gözəl pişir. Bütün yəni içərisində olan kartoşkası olsun, əti olsun, noxudu olsun, şabalıdı olsun. Siz də bu saxsı qazanını əldə etmək istəyirsinizsə, aşağıda əlaqə nömrəmiz qeyd olunub, sifariş verə bilərsiniz. Yəni bu qazanda pişən yemək hardasa bir 2 saata, 3 saata yaxın bəlkə də isti qalacaq. Yəni çox gec soyur.